Herkese selam dostlar, kanalıma videoma hoş geldiniz. Ben yeni bir videoda karşınızdayım. Video geçerse ben kanalımda destek olmak için abone olabilirsiniz. Videomu beğendiyse like atabilirsiniz. Həmçinin dostlar Telegram kanalımıza hər birisi göstərirəm. Artıq 54 abunəyik Telegramda. Sizlər də göstərirəm kripto valyuta və səhmlər haqqında daha çox məlumat öyrənmək istəyirsinizsə, səhmləri yatırım etmək istəyirsinizsə və bu Telegram kanalında sizlər üçün səhmləri analiz edib paylaşıram və sizlər rahat şəkildə hətta araşdırmadan belə məsləhət gördüyüm səhmləri yatırım edə bilirsiniz və birlikdə pullar qazanırıq dostlar. Hər birisi gözləyirəm və müzakirə qrupumuz da var. Burada da müzakirə edirik səhmlər və kripto valyutaları. Yekə şərhlərdə olacaq. Dostlar, bugünkü videoda Telegram kanalında da söz verdiyim üzərinə əmtələrə yatırımlar haqqında danışacağıq dostlar. 2025-ci ilin sonlarındayıq, artıq dekabr ayındayıq. Əmtələrə yatırımlar necə olur? Əmtələrə yatırımlar niyə məsləhət görülür və hansı əmtələrə yatırımlar məsləhət görülür? Bugün bu haqda danışacağıq dostlar. Mövzumuz 3 bölümdən ibarət olacaq. Qızıl, gümüş və neftdə yatırım haqqında danışacağıq. Yəni bu 3 əmtəyə yatırım. Bundan əlavəsinə danışmayacağım, çünki bu əmtələrə yatırımda əsas faktorlar bu 3 əmtə üzərindən formalaşır. İlk olaraq qızıldan danışaq dostlar. Qızıl niyə təhlükəsiz yatırım adlanıb həmişə? Çünki dostlar, ilk olaraq qızılın miqdarı, arzı deməli limitsiz deyil dostlar. Qızılın düzdür, məsələn, mantia qatının altında və nüvəyə yaxın bölgələrdə, yəni dünyanın nüvəsinə yaxın bölgələrdə qızılın miqdarı daha çoxdur. Daha doğrusu dünyadakı bütün qızıl miqdarının əsas hissəsi orada toplanıb, lakin az bir hissəsi dünyanın yer qabığı altında, yəni bizim əlimizin çatacağı nöqtələrdə və yaxud maşınların çatacağı nöqtədə formalaşıb qızıllar. Və nəticədə bu qızılı insanlar maşınlarla və yaxud hər hansı bir alətlərlə əldə edə bilirlər dostlar. Qızıl buna görə dəyərlidir ki, çünki qızılın əsas hissəsi əl çatılmaz yerdədir və böyük ehtimal neçə yüz il keçsə də o nüvə qatına qədər əl çatmaz olaraq qalacaq böyük bir hissəsi. Ona görə də qızılın dəyəri hər gün qalxır və müharibələr olduqca qızıl daha çox artır. Niyə? Çünki ölkələr müharibələr olduqca öz valyutalarını qorumaq üçün qızıl alırlar, həmçinin öz ehtiyatlarını bərpa eləmək üçün qızıl alırlar, həmçinin investorlar da valyutaların düşməsi qorxusuyla və yaxud maaş qorxusuyla və s. bir çox gəlir qorxusuyla qızıla yatırım eləyə bilirlər. Və son illərdə də dostlar bir çox banklar, bir çox fondlar, bir çox dövlətlər minlərlə ton qızıl aldılar dostlar. Bu minlərlə ton qızıllar da təbii olaraq qızılın artmasına gətirib çıxartdı. Qızıl bildiyimiz, yəni təhlükəsiz liman rolu oynayır dostlar. Ona görə də qızılın qiyməti hər dəfə qalxır. Amma necə qalxır dostlar? Qızılın qiyməti sizin pulunuzun dəyərini qoruya bilir. Bəlkə də azcı olaraq dəyər qazandıra bilir, amma çox az olaraq. Ona görə də dostlar qızıla siz pul qazanmaq yatırımı olaraq tam düşünməyin. Çünki qızılın dəyəri sadəcə 90% hallarda sizin pulunuzun dəyərini qoruyacaq dostlar. Gördüyünüz kimi burada qızıl ETF-lər var. Məsələn, SPDR Gold Shares, yəni gold qızıl hissələri belə bir ETF var. E-Shares Gold Trust, Physical Gold və gümüş fazları da var, gördüyünüz kimi fiziki qızıl və s. Yəni bu ETF-lərə siz Azərbaycanda ABB-dən yatırım eləyə bilərsiniz bu ETF-lərə. Səhv etmirəmsə Lia Bankda da olmalı idi bu ETF-lər. Bu ETF-lərə yatırım eləyərək deməli siz qızılın qiyməti qalxarsa qazana biləcəksiniz. Yəni daha doğrusu pulunuzun dəyərini qoruya biləcəksiniz və nəticədə qızıla yatırım edə biləcəksiniz. Belə də ki, fiziki altını, yəni bir çox mağazalar var ki, Azərbaycanda da var, qızıl dükanlarında, yəni fiziki altın satırlar 5 qram, 10 qram, 1 qram. Yəni istənilən ölçüdə qızıl satılır, oradan da əldə edə bilərsiniz. Belə dostlar, ikinci olaraq gümüşə gələk. Gümüş indiki dövrümüzün son 5 ilin ən deməli maraq cəlb edən əmtələrindədir. Niyə dostlar? Niyə bu belə oldu? Əvvəllər gümüş dostlar çox idi. Yəni hal-hazırda da çoxdur. Əslində dünyada çox idi və sayın çoxluğuna nəzərən dəyərsiz hesab olunurdu. Kasıbların pulu hesab olunurdu. Belə bir söz var idi əvvəllər. Lakin hal-hazırda gümüşün maraq çoxdur. Niyə maraq çoxdur gümüşün? İlk olaraq dostlar, gümüş də artıq qızıldan sonra bir güvənli liman halına gəlib. Yəni etibarlı liman halına gəlib. Gümüş də dəyərli metal halına gəlib hal-hazırda. Birinci səbəb budur. Ancaq ən əsas səbəbi dostlar sənaye istifadəsidir. Gümüş sənayədə istifadə olunur. Hansı sənayədə istifadə olunur? Gələcəyimizin sənayesində istifadə olunur. Yaşıl texnologiyalardan külək turbinləri, günəş panelləri və bir çox yenilənən enerji sahələrində gümüşdən istifadə olunur dostlar. Gümüşdən bu sənayelərdə istifadə olunur və başqa sənayelərdə də istifadə olunur. Həmçinin çiplərdə istifadə olunur, müxtəlif kompüter hissələrində istifadə olunur. Yəni dostlar,
gümüşün əsas istifadə mənbəyi yeni texnologiyalar olduğuna görə və yeni texnologiyanın hər dəfə daha çox inkişaf etdiyinə görə gümüşdən daha çox istifadə olunur və gümüşə tələb daha çox artır dostlar. Ona görə də gümüş son 5 ilin ən gözlənilməz, amma ən dəyərli olmağa namizəd əmtələrindəndir dostlar. Yəni məsələn mənə soruşsanız qızıl mı alaq, gümüş mü alaq? Mən gümüş deyərəm dostlar. Niyə? Səbəbini izah edeyim. İlk olaraq qızıl dostlar biraz artıq güvənli liman olaraq köhnəlib dostlar, təhlükəsizlik liman olaraq. Bu bir. İkincisi qızılın qiyməti çox yüksəkdir. Bu da ikinci səbəb. Gümüş isə gümüşün dəyəri hələ də çox yüksək deyil. Gümüşün bir unsiyası 55 dollar civarındadır və deməli gümüş yenilənən enerjide istifadə olunur. Qızılla fərqi budur, əsas fərqlərindən. Və gümüş daha volatildir dostlar. Yəni gümüş sizə daha çox qazandırıb son illərdə. Nəinki qızıl, yəni gümüş qızıldan daha çox qazandırıb. Bunu nəzərinizə çatdırın dostlar. Gümüş almaq üçünsə yenə də deyirəm fiziki olaraq mağazalarda satılır. ETF olaraq isə gördüyünüz kimi bu Silver Trust, yəni silver olan gümüşdür. Bunu nəzərinizə çatdırın. Və burada da gördüyünüz kimi burada Silver Shares və s. müxtəlif şirkətlərin yəni öz deməli gümüş ETF-ləri var. Siz bunları ala bilərsiniz. Bunlar New York birjasında listing olunur və qazana bilərsiniz. Belə. Yəni qazana bilərsiniz deyəndə pulunuzun təhlükəsizliyini qoruya bilərsiniz, amma qızıla nisbətən daha çox qazana bilərsiniz. Görürsünüz, yəni 1 il ərzində 2 qat dəyər qazanması yaxşı bir qiymətdir dostlar. Yəni qızıl 2 qat dəyər qazanmayıb 1 il ərzində, amma gümüş bunu edib. Belə dostlar, neftə gələk. Neft üçüncü yatırım. Neftə dostlar yatırım olaraq məsləhət görməyəcəm. Sadəcə neft haqqında və neftin gələcəyi haqqında danışacağım dostlar. Neft deməli 19-cu əsrdən etibarən, hətta 18-ci əsrin sonlarından etibarən sənayelərdə istifadə olunmağa başlayandan daimi olaraq müəyyən müddət artış etmişdi və hətta 2000-ci ilin deməli ortalarında neftin qiyməti 100 dollardan daha yüksək olmuşdu dostlar. Və hal-hazırda isə neftin dəyəri 60, 70, 50 dollar civarlarında, hətta 70-ə çatmır, 65-ə çatır maksimum. Oradan da geriyə qayıdır 50 dollar, 50 neçə dollar civarlarına. Yəni neftin qiyməti bu qiymətlərdə oynayır dostlar. Neft gələcəyin əmtəsi deyildi. Neft keçmişin əmtəsidir, neft keçmişdə qaldı. Neftə yatırım heç vaxt sizə pul qazandırmayacaq, heç pulunuzu belə qorumayacaq. Yəni neftə heç vaxt yatırım etməyin, bunu məsləhət görürəm. Çünki neft bazarı getdikcə kiçilir, yəni neftə tələbat getdikcə azalır, gələcək proqnozlar azalır. Artıq elektrik neftə əvəz eləyir, yeni texnologiyalar neftə əvəz eləyir. Yəni elektrik bir çox şey əvəz eləyir dostlar. Neft geridə qaldı və bu geridə qalmışa yenidən yatırım etmək ən uğursuz yatırım olardı. Ona görə də neft hissələri, ETF-lər haqqında ümumiyyətlə danışmayacağım. Yəni neft ETF almağın yerinə yeni texnologiyalara aid ETF-lər alsanız və ya ona aid şirkətlər daha uğurlu olar. Bu günlük bu qədər dostlar. Videomu bəyəndinizsə like edə bilərsiniz, kanala bəyəndinizsə abunə ola bilərsiniz. Sağ olun, qalın, gələcək videolarda görüşərik.